14 yaşlı Nərminənin ölümü 2 həkimin məhkəmələri başlayır. Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı ilə başlanmış cinayət işi məhkəməyə göndərilib. Bu barədə Yevlax rayon prokurorluğundan məlumat verilib. Bildirilir ki, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim, travmatoloq, ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim, anestezioloq, reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımı qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə. Eləcə də Sadıqovanın rəsmi sənədlərinin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlar əsasında Mustafayeva Cinayət Məcəlləsinin 314.2 ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq, Sadıqovaya isə həmin məcəllənin 313-cü vəzifə saxtakarlığı və 314.2 maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. 14 yaşlı bir yeniyetmə həkim səhlənkarlığının qurbanı oldu. Hələ çoxu olacaq belə həkim səhlənkarlığının qurbanı, necə deyərlər, mən ölü, siz diri. Nə qədər ki, həkimlər müğənni kimi bəzənib düzənib özünü göstərməklə məşğul olacaqsa, klinikalarda. Nə qədər ki, həkimlər TikTok yayımı açıb hoqqa verəcəklərsə, nə qədər ki, ginekoloqlar canlı yayımı açıb, yanına yoxlanış üçün gələn qadının iç orqanını necə yoxlayırsa, bunu TikTokda canlı yayımla göstərəcəksə, hələ çoxu öləcək burada. Hələ bu başlanğıcdır. Hələ çox-çox ölümlər görəcəyik. Səsküy yarandı, başladılar. Həkimlərin qanunsuz fəaliyyət göstərən kosmetoloqların, cərrahların lisenziyası ləğv olundu. Lisenziyasını ləğv etdiyiniz həkimlərin əksəriyyəti bugün yenə də bədən şəkilləndirmə eləyir. Necə lisenziya ləğv eləyirsiniz? Ay aidiyyatı qurumlar, ay Səhiyyə Nazirliyi, ay təbib, necə eləyirsiniz? Və o həkimlər bugün də öz Instagram səhifələrinin status yerində paylaşırlar. Elədikləri əməliyyatı gündəlik paylaşırlar. Siz də çıxıb açıqlama verirsiniz. Qanunsuz fəaliyyət göstərən, bu sahənin peşəkarı olmayan həkimlərin sertifikatı ləğv olundu. Sevinç Eydarova, bundan öncə də demişəm. Necə lisenziyasını ləğv eləmişsiniz ki? Yazır. Hörmətli pasiyentlər, zaman az qaldı bədən şəkilləndirməyə təcili yazın. Necə lisenziyasını ləğv eləmişsiniz? Mənim o həkimlə heç bir qərəzim yoxdur, heç həyatda üz-üzə də gəlməmişəm. Amma görürəm axı mən Instagram sosial şəbəkəsində necə eləmişsiniz? Bir o da eləyə bilirsiniz nə qədər lisenziyasını güya ləğv elədiyiniz həkimlər bugün fəaliyyət göstərir. Xalq artisti Flora Kərimova adamın əlindən dad eləyir, gözlərim bağlanmır deyir, içi çürüyür deyir. Və bir çox adamlar bu cür həkimlərin qanunsuz əməllərini işıqlandırdılar. Təbib qərar verir, Səhiyyə Nazirliyi qərar verir. Qanunsuz fəaliyyət göstərən həkimlərin sertifikasiyası ləğv olunur. Bir həftədən sonra həmin həkim yazır ki, yerlər az qaldı, ha tez gəlin. Bu nə deməkdir bu? Nə deməkdir bu? Bu bilsiniz nə deməkdir? 14 yaşında ölən uşaqların sayı çoxalacaq. Bədəni çürüyənlərin sayı çoxalacaq. Gözü yumulmayanların sayı çoxalacaq. Burnu az qala qopub düşənlərin sayı çoxalacaq. Çünki hamınız bir-birinizə zəncir kimi bağlısınız. Sevinç Eydarovadan bugün əgər aidiyyatı hansısa qurum pul almasa və yaxud da ki onun kimi, bilmirəm, Dilgəmin filanı, Dilgəmin həyat yoldaşının, Dilgəmin də lisenziyaları ləğv olunmuşdu bunların. Gedib bir dənə qapılarını döysən, hamısının pasiyenti sırada dayanır. Çox maraqlıdır. Bu həkimlərin bu cür işlərini göstərirsən, yenə də onların qəbuluna yazılanlar olur. Çox qəribə bir şeydir. Və biz kimi alladırıq? Kimi alladırıq? Bir gün Sevinç Heydarova və yaxud da ki onun kimilərdən, düzdür, fakt əlimdə yoxdur, amma bilirəm də, bir həkimin lisenziyasını ləğv eləyirsənsə, o yenə də bədən şəkilləndirmə eləyirsə,
Demək ki, sənə rüşvət verir də həkim. Rüşvət vermədən necə icazəsini verə bilərsən? Heç bir məmur və yaxud da ki, hansısa qurum, əgər hansısa birisindən pul almasa, həyatı boyu onun üçün şərait yaratmaz. Bu mümkün deyil. Demək ki, siz alırsınız və deyirsiniz ki, gizlin-gizlin fəaliyyət göstər. Bu həkimlər gizlin-gizlin fəaliyyət göstərmir, aidiyyatı qurumlar. Sosial şəbəkələrində etdikləri əməliyyatı. Popo, kimin poposunu necə düzəldiblər? Bu dəqiqə dəbdə axı. Ancaq hamını ördək formasına salırlar, buraxırlar burada. Elə bilirsən ki, kənddir. Ördək dalınca da balaları düşdü. Birazdan böyüyəndə bunlar da ördək olacaqlar. Niyə eləyirsiniz? Niyə icazə verirsiniz? Və bir də kütləvi informasiya vasitəsilə bu məlumatını verirsiniz. 50 dənə həkim siyahısı verirsiniz. Lisenziyası ləğv olundu, lisenziyası ləğv olundu, lisenziyası ləğv olundu. Üzünüzü o tərəfə çevirən kimi həkimlər deyir ki, yerlər məhduddur, vaxtı az qaldı, bayram endirmə eləyir, həkimlər bədən şəkilləndirmə eləyir. Popo, sinə, üzgərmə, o, bu, nə bilim, nəysə də, yəni niyə eləyirsiniz ki? Bari heç olmasa məlumatı verməyin, xəbərimiz olmasın da. Bilək geç verici bizə deyil. Pulunuzu alırsınız, deyirsiniz ki, gedin nətər işləyirsiniz, işləyin də. Hər şey pulun başındadır deyirlər. Amma mənə görə hər şey pulun başında deyil axı. Mənə görə insan həyatını satmaq olmaz, mümkün deyil. Kimsə 14 yaşlı balasını böyüdüb ki, bugün hansısa reanimatoloq, nə bilim, anestezioloq və yaxud da ki, netoloq səhlənkarlıq edib cəmaatın balasını öldürsün. Niyə öldürürsünüz bu uşaqları? Madem ki, o adı şərəflə daşıya bilmirsiniz, gedin oturun evinizdə də, çömçənizi alın əlinə, qazanınızı qarışdırın da, yeməyinizi pişirin də, ay həkimlər. Yeri gəlmişkən buradan bir şey də demək istəyirəm, həkimlərdən danışmışkən. Bir neçə gün bundan öncə qazimiz Əfqan övladının dünyaya gəlməsi ilə bağlı məlumat vermişdim. Və məlumat vermişdim ki, həkim ondan 700 manat pul istəyir. Və mən həkimlə danışdım, nə endirim eləyə bilərsiniz? Dedi ki, endirim eləyərək gəlsinlər, danışarıq. Və sonra həkimin sualı bundan ibarət olub ki, cibində nə qədər pulun var? Adam da deyib ki, mən anasız adamam da, yetim oğlanam. Cibimdə cəmi 550 manatım var. Həkim deyib ki, hə, ver 550 manatı. 550 manatı aldı qazidən. Nə demək istəyirəm? Bu məsələ işıqlandırılandan sonra artıq bu xəstəxana da silkələndi, həkim də silkələndi. Nəticə etibarilə bizim Vətən müharibəsi iştirakçısı Əfqanı çağırdılar və Əfqandan aldıqları 550 manatı qəpiyinə qədər geri qaytardılar. Eləyə bilərdilər də. Yəni bir xəstəxana bugün bir qazinin uşağını pulsuz dünyaya gətirə bilər də. Bu ölüm itim deyil axı. Həkimin əlində 45 dəqiqədir cəmi keysəriyyə əməliyyatı. Xəstəxana öz etdiyi səhvi də başa düşdü. Həkim də öz etdiyi səhvi də başa düşdü. Və qəpiyinə qədər bizim Vətən müharibəsinin iştirakçısını pulu geri qaytarıldı. Təşəkkür eləyirəm. Bir daha deyirəm, belə şeylər üçün təşəkkür eləmirəm. Amma bu da yəni məndən sizə bir jest olsun.